5 aprel 9-cu sinifdən buraxılış imtahanında istifadə olunan 30-cu suala baxaq. Hansı nümunədə ilk söz yalnız xitab kimi düşünülə bilər? Bu buraxılışın ən düşündürücü suallarından biri idi. Bu tipli suallar buraxılış imtahanında əvvəllər istifadə olunub və test toplusunda da yer alıb. Baxaq, Aysu, Nuray və Zəhra ilə məsləhətləşsin. Kim? O. Kim ilə? Aysu ilə, Nuray ilə, Zəhra ilə. Bunu mən tamamlıq kimi də düşünə bilirəm. Yalnız xitab deyil, olmadı, eləmi? Bu getdi. Sabir, Orxan, Turaz və Anarla danışılsın. Kimlə? Sabirlə, kimlə? Orxanla, kimlə? Turazla, Anarla. La burada düşünürəm ki, ixtisar olunub, eləmi? Burada da tamamlıq vəzifəsində olacaq. Burada da tamamlıq, burada da. Bunlar ikisi getdi. Lalə, Əhməd də uğurda. Baxın uşaqlara, cavab bu variantdır. Niyə görə? Əgər mən bunu həmcis üz kimi düşünmək istəsəm üçünü də, da burada da yazılmalıdır. Və yaxud da ki, burada yazılmamalıdır. Çünki biz bilirik ki, həmcis üzlərdə ixtisar necə olur? Ən axırıncısı saxlanılır. Ondan əvvəlkilər silinir, yox olur da, yazılmır. Elə? Burada da var olduğu üçün, demək bu həmcis üzlərdə ixtisar məsələsi deyil. İkisində var, bunda yoxdur. Ona görə sən Laləni burada yalnız xitab kimi düşünə bilirsən. Əhməd, Lalə xitab elədin. Əhməd də uğurda hesabat hazırlasınlar. Cavabın olacaq C variantı. Akif, Vəli və Toğrul danışsınlar. Kim? Akif, kim Vəli, kim Toğrul həmcis mübtəda kimi düşünə bilirsən. Sahib Elşən Tuğayı kimi, sahibi Elşəni Tuğayı tədbirə dəvət etdilər. Burada da həmcins tamamlıqlar kimi düşünə bilirsən. Cavab olacaq C variantı.